Başından 2.1 say sistemlərinə aid olan testin 29-cu sualına baxaq. Əslində 29-u izah etmişdim, amma eyni deməli sualdır deyə digərləri ilə bir də izah edib daha yaxşı anlamaq üçün üstündən keçəcəm. 29-cu sualda demək onluq say sistemində verilmiş 32 üstü 3 ədədini 8-ci say sistemində ifadə edin. 32 üstü 3 ədədidir. Demək, bunu 8-ci say sistemində ifadə edin deyir. Bunu ikili üstü formasına gətirək birinci. 32 2 üstü 5-dir. Üzərində bu 3-ü yazıram. Bilirik ki, üstləri vurulur. 2 üstü 3-ü vuranda 5-ə 15. 2 üstü 15 edir. Normalda bu 2 üstü 15'i biz onluq say sistemindədir. İkilik say sistemində göstərəndə 1 yanında 15 dənə sıfırdır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 15 dənə sıfırdır. Biz bunu 8-liyə çevirəndə belə yazıb, üzərində belə, əslində belə etmirik ha. Məsələn də, yəni belə olmalıdır. Məntiqi başa düşməyiniz üçün sizə izah edirəm bunu. 0, 0, 0, 0, 0 və bu da 1-dir. Yəni 1-in üstündə bunları yazsaq 4, 2, 1, 4, 2, 1. Burada da nə olacaq? 1 yazılacaqsa 4, 2, 1 bu sıfırları qoysam. Deməli, bu belə olur. Amma bu uzun olanda deyək ki, 2 üstündə olar ki, məsəl üçün 100 ədəd və yaxud da 2 üstündə nə bilim çox da, yəni ədədlər yazsa, sayları çoxalsa, sıfırların, ona görə belə bölmək əlverişli deyil bizə. Onda nə edirik? Deməli, bu üzərindəki 15-i mən 3 bölməliyəm. Bu da bir qayda, yəni belə deyək də, belə də etmək olar. İndi daha rahat qaydanı indi deyəcəm sizə. Yəni belə edənlər də var. Sizə hansı rahatdır, onu edə bilərsiniz. Deməli, 15-i, bax 15-i bölürəm. 15-i bölürəm 3 yerə. 3-ə. Çünki 300 bölmürəm 8-lik say sistemində, 2-lik say sistemindən çevirəndə. 300 böldüyümə görə elə bil ki, 15 sıfırları 3-3 ayırıram. 3-ə bölürəm, düşür necə? 5. Yəni 5 dənə sıfırım artıq mənim var. 1, 2, 3, 4, 5. 5 sıfırım var. Və bu ədəddə nə idi? 1 yanında 5, demək 15 dənə sıfır idi. Demək 15 sıfırı böldüm 5 oldu və 1-i də gətirim qoyuram yanına. 1 yanında 5 dənə sıfır. Aha, keçdi 8-liyə. Yəni bu ədəd onluqda idi. Keçdi 8-liyə oldu 1, 0, 0, 0, 0. Deməli 8-likdə belədir. Bir də var ki, məsəl üçün, bax, deyək ki, bunu 8-lik formasında yazsam əgər, 8-liyə promoy keçsəm, yəni belə bölmədən, onu necə eləyirəm? 2 üstü neçə 8 eləyib? 3. Bax, buradan 3-ü alıram, 2 üstü 3 yazıram. Sonra 3-ü nəyə vuranda 15 eləyir? O deməli 5 eləyir, 5 yazıram. 2 üstü neçə eləyir? 8. 8 üstü nə? 5. Bu da o deməkdir ki, yəni qayda atmışam uşaqlar sizə. Bax, bu o deməkdir ki, 8 üstü 5, onluq say sistemində 8 üstü 5, 8-ci say sisteminə keçiləndə artıq olur 1 yanında 5 dənə 0. 1, 2, 3, 4, 5. Bax, bayaqki kimi. Yəni belə də eləyə bilərsiniz. Evet, ikilikdən promoy bu belə çevir edə bilərsiniz, yəni buradan. Və yaxud da belə edib, yəni bundan sonra bu, və yaxud da belə edib, belə promoy cavabı belə ala bilərsiniz, yəni. Hansı sizə daha rahatdır. Sonra indi ikinciyə baxaq. Bunu buradan silim. 30-a daha doğrusu. 30-da deyir ki, onluq say sistemində verilmiş 8 üstü 9 ədədini 16-lıq say sistemində yazın. 8 üstü 9-dur. Demək, 8 üstü 9-u 2 üstünə gətirim. Neçə eləyir? 2 üstü 3. Üzərində 9 bərabərdir. 3 dənə 9-un 27. 2 üstü 27. Bu 2 üstü 27-dir. Bayaq dediyim qayda ilə, əgər 16-lığa çevirsəz, bax bu birinci bölmə qaydası ilə 16-lığa çevirsəm, 27 bölünsün 4, çünki 16-lıq 4 ayrılır axı. 8-likdə 3 ayrılır, ona görə 3-ə böldüm. Amma 16-lıqda 4 ayrılır, ona görə 4-ə bölürəm. 27-ni 4-ə bölürəm, neçə olur? Deməli, 27-ni 4-ə böləndə düşür 4 dəfə 8-in. Aha. 24. 24 düşdü. 4 dəfə, deməli 27-ni 4-ə böləndə 8 düşür. 8. Neçə qalıq qalır burada? Deməli 3-də qalıq qalır. Yəni 8 dənə 0 olur.
3 dənə sıfırım hələ qalıq qalır. Deməli 8 dənə sıfırı bura yazıram. 1, 2, 3, 4, 5, 6, 7, 8. 3 sıfırda qalıq qalır. Nəyin qabağında? 1-in qabağında. Yəni normalda bu 1 yanında 27-dən 0 deyil. İndi bu 1-in qabağında 3 dənə 0 hələ qalıb. Bu biri sıfırları bölmüşəm. 1-in yanına bax bura yazsam 3 dənə 0. Bunu da əlavə olaraq çevirsəm belə 1, 2, 4, 8 nə olur? 8-dir. 1-in altı, 8-in altında 1 ona görə 8. Demək bu sıfırların qabağında 8 yazırıq. Və yaxud da dediyim o həmin bu yuxarıdakı bu ikinci qayda ilə, dediyim qayda ilə deyək ki, məsələn, nədir? 16-lıq əsasına gətirirəm. Bax bunu 2 üstü 27-ni bərabərdir. Gətirirəm 2 üstü neçənin 16 eləyir? 2 üstü 4-ün. 2 üstü 4-ü ayırdım. Sonra bura deməli 4-ü 6-ya vuranda eləyir neçə? 24. Aha. 6, 24. İndi burada neçə qaldı? 3 qaldı axı. Mən vururam 2 üstü 3-ə. Bunu 2 üstü 3-ə artıq ayırıram. 2 üstü 4-ü 16-nı yəni də deyək ki, 2 üstü 4-ün üzərində 6 yazıram. 6 və 4-ün 24. 24-ü var. Çünki bax bunun deyək ki, 2 üstü 4-ü başqa nəyəsə vuran, nəyə vuranda 27 eləyir. Eləmir axı. 27-yə yaxın bir ədədə vurmalıyam. O da 4-ü demək 6-ya vururam. Ki digərini 2 üstü yazam. Yəni 7-yə də vura bilərəm, ancaq digərini 2 üstü yazmaq üçün ona görə 6-ya vururam. 4-ü vurdum 6-ya, elədi 24 deməli. Daha doğrusu 2 üstü 4 eləyir 16, üstündə 6 vurulsun 2 üstü üstə neçədir? 8. Elə bunca 8-i başdan yazın bu tərəfdən, qabaqdan. Deməli, bax, bərabərdir. 2 üstü üst neçədir? 8-dir. 8 vurulsun 16 üstü 6. Aha. Deməli, bu 16-lıq say sistemində belə baxanda mən görürəm ki, 8 yanında 6 dənə 0 deməkdir. 16 üstü 6 16-lığa keçəndə 1 yanında 6 dənə 0-dır. 1, 2, 3, 4, 5, 6. Belədir. 6. Deməli, amma 8 var axı qabaqda. 8-i vururam. 8-i də buna vuranda, deməli nə olur? 8 yanında 6 dənə 0 olur. Bax belə. Və yaxud da belə qayda ilə. Bax bu əslində belədir, bilməniz üçün yazıram. Yoxsa uzun-uzadı yazmayasınız. Belə baxanda üstəkində də yaza bilərdim, ancaq bunda yazıram. Bax 8 vurulsun 16 üstü 6-dır. Bunu açıq yazışla yazsam bax 8 vurulsun 16 üstü 6. Sonra üstəcəl 0 vurulsun bax 16 üstü 5. Bax görürsən 5 yoxdur. Üstəcəl 0 vurulsun 16 üstü açıq yazılışla yazıram. 4. Yoxdur axı bunlar. Bir dənə 6 var. Nə 5 var, nə 4 var, nə 3 var. Üstəcəl 0 vurulsun 16 üstü 3. Üstəcəl 0 vurulsun 16 üstü 2. Üstəcəl 0 vurulsun 16 üstü 1. Üstəcəl 0 vurulsun 16 üstü 0. Heç biri yoxdur. Ona görə bunları 0 olaraq götürürük. Amma birincidə 8 var qabağında. Ona görə 8 yanında 1, 2, 3, 4, 5, 6. Deməli 8 yanında da 6 dənə 0. Belə yazılır. Dediyim kimi, ya belə bölüb, qalığı da sonradan əlavə eləyib birin yanına bax tapmaq üçün neçədir? Və yaxud da elə bunu 16 əsasına gətirib, parçalayıb, qabağında nə düşür? 2 üstü 3-ü 8 eləyir. Yəni buradan məsələn toplasam buradan deyək ki, bax 2 üstü 4, 16. 16 üstü, daha doğrusu 2 üstünü yazsam deyək ki. Bax toplasam hamısını bir yerdə 4 dəfə 6 neçə eləyir? 24. 2 üstü 24-ü vursam 2 üstü 3-ə, üstlər toplanılır axı. 2 üstü neçə olacaq? 27. Yəni eyni şeyə gəlir, çıxır da bax birləşdirəndə də. Parçalamışam 2 üstü 27-ni, birləşdirəndə elə 2 üstü 27 eləyir. Bu belə. Yaxşı. İndi keçək. Bu 30-cu sual idi. Bu neçə idi? Bu 29 idi. Bu 29. Bu da 30-cu sual idi. Keçək 31-ə. 31. Deməli, deyir onluq say sistemində verilmiş 4 üstü 7 ədədini, 4 üstü 7 ədədini 16-lıq say sistemində yazdım. 4 üstü 7-ni 16-lıq say sistemində yazmaq üçün mən bunu 2 üstünə gətirirəm. 2 üstü 2 üstü 7. Neçə eləyir? 2 nə 7-nin 14. 2 üstü 14. Aha. Bu ədədi deməli 16-lıq say sistemində yazmaq üçün 4 əsasına gətirir. Yəni
4 əsasa gətirməliyəm. Çünki 4-4 ayırıram axı. Ona görə 4 əsasa gətirməliyim. Yəni 2 üstü 4-ü 16-ya gətirməliyəm. Bax 2 üstü 4-ü ayırıram. 16 eləyir axı. Üzərində 4-ü nəyə vuranda 14 eləyir və yaxud da 14-ə yaxın. 3-ə vuranda da 3 vurdum 12 elədi. İndi 12-nin üstü neçəni gələndə 14 eləyir. Vuracam 2 üstü neçəyə? 2-yə. Çünki 2 üstü 4 üstü 3 12 eləyir. 12-nin də üstündən neçəni gələndə 14 eləyir? 2 gəldi. Demək ki 2 üstü 2 yazmalıyam. Bu 2 üstü 2 eləyir. Bərabərdir. 2 üstü 2 neçə eləyir? 4 eləyir. 4 vurulsun. 2 üstü 4 neçə eləyir? 16. 16 üstü 3. Aha. Bu da nəymiş? 4 yanında 3 dənə 0. 16-lıq say sistemində. Bax, bu qaydanı ki yazmışdım. Bax, həmin qaydadır. Deyək ki, bax, bunu yazsam 4 vurulsun 16 üstü 3, üstəgəl 0 vurulsun 16 üstü 2, üstəgəl 0 vurulsun 16 üstü 1, üstəgəl 0 vurulsun 16 üstü 0. Bax, belədir. 4, 0, 0, 0. Demək, neçə dənə 0 oldu? 1, 2, 3 dənə 0. Bax, 16-nın da üstündə 3 dənə var idi axı. 4 yanında 3 dənə 0. 1, 2, 3. Və bayaqçı qayda ilə də eləyə bilərsiniz. Nəyi? Mən burada neçə almışdım? 14. 14-ü bax buradan yazıram. Dəqiqə. Bax 14-ü böləcəkdik 4-ə. Neçə düşəcəkdi? 3 dəfə. 3 dənə sıfırım var. Bax burada neçə ki var. İndi neçə qaldı burada? 2 dənə qaldı axı sıfırlar artıq. Onda 1-in yanına 2 dənə sıfırı yazıram. Sonra bunu ayırıram. 4-4-ü ayırıram. Çatmayanda 0 qoyuram. 1, 2, 4, 8. Demək, hansının altında 1-dir? 4-ün altında 1-dir. Demək, o 3 sıfırın yanına nə gəlməlidir? 4 gəlməlidir. Yəni, belə də eləyə bilərsiniz. Amma daha rahat yolu belə deyək də, belə yaxşıdır. Bu belə. Keçək indi 32-yə. Bunu yenisini açım. Yaxşı. Deməli, baxaq 32-yə. Yazı çoxluq say sistemində verilmiş 16 üstü 5 ədədini dörtlük say sistemində. 16 üstü 5-dir, yaxşı. 16 üstü 5-i dörtlük say sistemində ifadə edir. Baxıram, yaxşı. İndi burada 16 üstü 5-i 2 üstünə gətirsəm, 2 üstü 4, üstü 5 neçə eləyir? 2 üstü 20. Bu elədir 2 üstü 20, 2 formasındadır. Dörtlük say sistemində ifadə etmək üçün mən deməli 2 üstü 2-ni ayırmalıyam. 4 eləmək üçün. 2 üstü 2, üstündə nə? 10. Çünki 2-ni 10-a vuranda 20 eləyir. Bərabərdir demək nədir bu? 4 üstü 10. Qaydada da mən sizə izah eləmişdim da. Məsələn, deyək ki, bu 4 üstü 10-dur. 10-luq say sistemindədir. Bunu dörtlüyə çevirəndə nə olacaq? 1, yanında 10 dənə 0. Belə baxanda da biləcəyik də. Yəni, belə 1, yanında 10 dənə 0. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bax, belə. O da hansındadır? Yəqin ki, bu olar. 3, 6, 7, 8, 9, 10. B variantında. Burada. Yaxşı. Burada 16-lıqdan neçə idi? Səhv etmirəmsə buydu. Üstdə də buydu. Aha. Yaxşı. İndi 33-ə baxırıq. Bu 32 idi. 32. 33. Onluq say sistemində verilmiş n kvadrat üstəgəl 7n üstəgəl 9 ədədini n plus 1-lik say sistemində ifadə edir. Onluq say sistemində belə bir ədəd verilir. n kvadrat üstəgəl 7n üstəgəl 9. Bunu çoxhədlilərin bölünməsindən də istifadə edib yazmaq olar. Deyək ki, çoxhədlinin çoxhədliyə bölünməsindən. Məsəl, bunu bölməlisiz nəyə? Nəyə çevirdik? n plus 1-ə. Bunda çoxhədlilər elə biləm yuxarı sinifdə keçirilir. 10-cu 11-ci siniflərdə keçirilir. Yəni, hər adam da riyaziyyatı bilmir, riyaziyyatın qaydalarını bilmir. Ona görə yəni, bu qayda ilə eləməyəcəyik. Bilən elə də eləyə bilər. Bu qayda ilə biz belə eləməyəcəyik, hamını başa düşmək üçün. Demək, mən bunu necə yaza bilərəm? Məsələn, mən yaza bilərəm, bunu açıq yazılış kimi baxıram. Yazıram ki, bura 1 qoyarsam, elə 1 vurmuşam n-in kvadratı, üstəgəl 7 vurulsun n üstü 1, üstəgəl 9 vurulsun n üstü 0. Eyni şey deyil, yəni bunları çıxsam, elə qalacaq nə? N kvadrat üstəgəl 7, n üstəgəl 9 da belə deyək.
Demək, bunun qarşılarındakı ədədlər nədir? Məsələn, açıq yazılış yazanda biz bilirik ki, qarşısındakı ədədləri götürəcəyik neçədir? 1, 7, 9, yəni 179. Aha, 179-dur. Mən indi bu 179-u n plus 1, yəni bunu onluq say sisteminə çevirdim da, deyək ki mən. Onluq say sistemində görürəm. Onluq say sistemindəki bir ədədi n plus 1-ə, yəni n neçədir? 10 deyildi. Onun üstünə 1-in gəlirəm də, elə bil. N plus 1, n 10-dur, n də üstünə 1-in 11. 11-lik say sisteminə çevirməliyəm. 179-u 11-lik say sisteminə çevirmək üçün 11-ə bölürük biz. Demək, burada 1, 11, neçə düşdü burada? 6, 9, 69-u 11-ə. Deməli, 6 düşür, 66, 3 qalır. Bax, qalığımın biri 3-dür. Sonra 16-nı bir də 11-ə bölürəm. Burada 1 düşür, 11. Burada 5 qalır. Vəssalam, 5, bu da 1. 1, 5, 3. 1, 5, 3, yəni 153. Bu da C variantı. 34-cü suala baxaq. 34-də deyir ki, 121 x bərabərliyinə əsasən A ədədini x plus 1-lik say sistemində ifadə edin. Mən burada baxıram ki, ən kiçik say sistemi hansı ola bilər? Burada üçlük ola bilər da, belə deyək. Məsələn, bu deyək ki, 121 ən kiçiyi üçlük ola bilər da, belə. 4-lükdə, 5-lükdə, misal, mən elə üstlükdən çevirəcəm bunu onluğa. Baxım görüm bu onluqda neçədir? Üstlükdə 121 olan onluqda neçədir? 0, 0, 1, 2. 1 vurulsun 3 üstü 2. Elədi neçə? 9. Üstə gəl 2 vurulsun 3 üstü 1. Elədi neçə? 6. Üstə gəl 1 vurulsun 3 üstü 0. Elədi 1. Demək, burada neçə aldım? 16. Demək, bu 16 imiş onluq say sistemində. İndi biz bu onluq say sistemində deməli, x plus 1-lik say sistemi. Mən tapdım ki, deməli, x üçlü idi. Bu. İndi 4-lük say sisteminə deyir çevir. Demək, bu 16-nı mən bir də 4-lüyə çevirəcəm. Çünki x 3 idi, 3-ün üstünə 1-ini 4-dür. İndi 16-nı 4-ə bölürəm. 16-nı 4-ə bölündə necə düşdü? 4, 0 qalır. 4-ü də 4-ə böləndə deməli 1, 0 qalır. 1-i də 4-ə böləndə deməli 0 düşür, 1 qalır. Bu da 1, 0, 0. 1, 0, 0. Aha. Vəssalam. Neçə elədi? D variantı. Belə. Sonra 35-ə baxırıq. 35-ci sualda Əhməd deyir 400 səhifəlik kitabın 210 səhifəsini oxuduqdan sonra 170 səhifəsi qalıbdır. Əhməd kitabın səhifələrinin hansı say sistemində ifadə edir? Baxaq. Elə bil ki, 210 səhifəsini oxuyub 170-i qalıbsa, mən elə bil 210-un üstünə 170 gələndə 400 eləməlidir da, normalda 400. Onluq say sistemində olmur axı bu belə hesab. Baxıram 0-ın üstünə 0, 0, hə. 1-in üstünə 7-ni 8 eləyib, amma 0 yazıb. Hansı say sistemində demək 0-ı? Yəni 8-dən neçəsini çıxanda 0 eləyir? Elə 8-ini. Yəni demək tapdım ki, 8-lik say sistemindəymiş. Vəssalam, bu çox asan. 36-ya baxaq. 36-da deyir ki, bu ədədin, aha da 16 say sistemindəki bir ədəddir. 8-lik say sistemində ifadə edilir. Bunu keçən dərslərimizdən də göstərmişdim. 36 baxaq. Deməli 2, 4, 5, A 16-lıq ədədi 8-lik say sisteminə çevirmək üçün mütləq bunu 2-liyə birinci çevirməliyik. Çünki promoy hələ birbaşa keçirmək olmur. Demək, bunu onluğa, daha doğrusu 2-liyə keçirmək üçün baxıram ki, deməli 2-ni yazmaq üçün neçədən mən hansı ədədlər lazımdır? Yəni neçə dənə 0, neçə dənə 1 olmalıdır? Bax, burada yazıram 8, 4, 2, 1. Çünki 16-lıqdan keçirəm. Baxıram. 2-ni almaq üçün mənə lazımdır. Bax, bu 0, 0. Bir dənə bura 1, bu 0. Buradan yazıram 0, 0, 1, 0. 4-ü almaq üçün mənə lazımdır 0, 1, 0, 0. 0, 1, 0, 0. 5 almaq üçün mənə nə lazımdır? 4 ilə 1 lazımdır. Bu birlər 0, 0, 1, 0, 1. Demək yazıram 0, 1, 0, 1. Sonra A neçədir? 10-dur. 10-u almaq üçün mənə nə lazımdır? 8 ilə 2. Yəni bura nə? 1, 0, 1, 0. Bura yazıram. Bunu silirəm. Bunu dalsıca yazam. 1, 0, 1, 0. 8 ilə 2-ni. 1, 0, 1, 0. Aha, yazdım. Bunu çevirdim. İndi bunu təzədən 8-lik say sisteminə çevirmək istəyirəm. Nə edirəm? Bölürəm. 3, 3.
Aha. Düz böldüm inşallah ki. Aha. Deməli üzərində yazsam 4 2 1 4 2 1. Aha bu oldu 2. 2'nin altında 1 var. 2 oldu. 4 2 1 yazsam 2 ilə 1'i cəmləyirəm. 3 elədi. 4 2 1 yazsam 1 olur bu. 4 2 1 yazsam bu da 2 olur. 4 2 1 yazsam bu da 2 olur. Deməli başlıcı onsuz da 0'dır yazmırıq. Demək nədir? 2 2 1 3 2. Bu da B variantında. Qocurum 37-ci sualı qısadırsa buradan yazım. Elə bayaqçı kimidir bu da. Deməli burada nə edirik? Buranı silim yazım. Bu üstü. Demək 30. Bu 36 idi. İndi oldu 37. 37. Baxır. Onluq say sistemində verilmiş n-dən asılı olaraq kanonik yazılışı aşağıdakı formadadır. Verilmiş ədədi n plus 1'lik say sistemində ifadə edin. Bax, bayaqki yazılış idi elə. Bayaq biraz bundan qabaq yazmışdıq bunu. Eyni bir şeydir. Deməli, burada yenə yazırıq 2 n kvadratı üstəgəl 8n üstəgəl 9. Buradan deməli baxıram ki 2 vurulsun n-in kvadratı, 8 vurulsun n üstü 1, 9 vurulsun n üstü 0'dır. Aha. İndi burada n plus bu onluqdur. Bu hansı ədəddir? 2, 8, 9. Yəni 289'dur onluqda. N plus 1 bu da 11'dir. Deməli 289'u nə edirəm? Bölürəm 11'ə. Belə bölüm. Deməli bura 2 dəfə düşür. 22. Buradan qalır 6, 9, 66 olur. 66, 3. Birinci qalığım 3'dür. Cavablara baxım. Axırda 3 olan elə B variantıdır. Yəni belə də tapmaq olar. Davam edək. 26'nı da 11'ə böləndə yenə 2 düşür. 22, 4 qalır. Bax 4. Buradan da 2. Yəni 243. Bu da B variantıdır. Keçək yeni bir səhifə açaq. Aha, 38'dən baxaq. Deyir ki, verilmiş ikilik say sistemində ifadə olunan ədədlər arasında ən böyük və ən kiçik olanını müəyyən edin. Deməli, burada baxıram, rəqəmləri ən çox olan əlbəttə ki, böyük olacaq. Deməli, rəqəmə ən az olan ən kiçikdir. Yəni 2 ən kiçikdir. Deməli, ən böyük və ən kiçik deyir. Demək ki, 2 ən kiçikdir. 2 olanların ya adı ya da C-dir. Deməli, ya 2'dir ya da 4'dür belə deyək. Baxıram 2'yə, daha doğrusu ya 4'dür, 2 yox, 3. Ya 3'dür ya da 4'dür. 3 ilə 4'ə baxacağam. 3'ə baxıram ki, burada birlər azdır. 1, 2, 3, 4, 5, 6, 7'dir. 1, 2, 3, 4, 5, 6, 7, 8. Əlbəttə ki, 4 daha böyükdür. 38 C variantı. Sonra baxaq 39'a. Heç onu yazmasaydıq da olardı. 39. Aha, 8 üstü 5 üstəgəl 32 üstü 2 üstəgəl 62 onluq ədədini 16'lıq say sistemində ifadə edir. Aha, burada biz bayaq ayrı-ayrı keçirdirdik. İndi artıq toplayaraq keçirməliyik və ya da keçirdib sonra toplamalıyıq. Fərqi yoxdur. 16 say sisteminə deyirsə, demək ki, bunu 4'ə gətirməliyəm əsaslarını. Məsələn, bax 8'i birinci gətirmə, 8 üstü 5'i. Birinci bunu 2 üstü formasına gətirsəm necə eləyəcək? 2 üstü 3 üstü 5. Bu eləyir 2 üstü 15. İndi bunu mən 16'lıq say sistemi dediyinə görə 2 üstü 2'ni birinci yazıram ki 4 olsun. Çünki 4 4 bölməliyik axı. 16'lıqda 4, 8'likdə deməli 8 olsun deyə. Daha doğrusu 16'lıqda 16 olsun. 8'likdə deməli 8 olsun. Qarışdırdım o bölməklə 4 4. Üzürlü sayın burada deməli 2 üstü 4 16 edir. 2 üstü 4. Deməli 2 üstü 4 16'dır. Buradan ayırdım 4'ü. Yəni 4'ü neçəyə vuranda 15'ə yaxın bir ədəd eləyir deyək ki, 15 eləmir, onsuz da bilirəm. 3'ə vuranda. Deyək ki, 3'ə vurdum, 3 də 4'ün 12 eləyir. 12-ni indi mən 12'də axı burada neçə qaldı? 3 qalmadı.
12, 15 tamamlamaq üçün. Ona görə də 2 üstü 3 eləyirəm bunu. Demək bu nə oldu? 2 üstü 3 8-dir. 2 üstü 4 16-dır, üstü 3. Bura 16 üstü 3. 8 vursun 16 üstü 3. Neçədir deməli? 8, daha doğrusu 1, 8 nə idi? 8-dir də, hə. 8 yanında 3 deməli 0. 8 yanında 3 dənə 0. Yazdıq. Bu demək nəyə çevrildi? 16-lıq say sisteminə çevirdik. Bax, belə edərək. Sonra bu digərin 32-də, bax 32-ni indi eləyirəm. Bu belə qalsın. 32-ni. 32-ni çevirərkən, bayaq çevirmişdik onsuz da 32-ni. Çevirərkən bax bayaq 2 üstü 5, üstü nəçə? 2. 2 üstü, demə 5-i 2-yə vuranda 10. 2 üstü 10 eləyir deməli. Bunu da 16 formasında yazsam, 2 üstü 4 eləməliyim də 16 olsun deyə. 2 üstü 4-ü ayırıram. 4-ü neçəyə vuranda 10-a yaxın bir ədəd eləyir, 2-yə vuranda. 2 dənə 4-ün 8 eləyir. Yerdə nə qaldı 10 olmaq üçün? 2 qaldı. Ona görə vururam 2 üstü 2-yə. Və bunları da toplayanda üstün elə 2 üstü 10 eləyir da. 2 üstü 3-ün 4 eləyir. 4, 2 üstü 4, 16. Ona vuraq 16 üstü neçə? 2. Demək 4 yanında 2 dənə 0-dır. Bu 4 yanında 2 dənə 0-dır. Bu belə. İndi bizə bunlar lazım olacaq da. İndi bunlara baxacağıq. Demək bu da 16-lıqda 4 yanında 2 dənə 0. 62-ni 16-lığa. İndi bir dəqiqə. 62 burada da eyni şeydir. Burada sadəcə 8-liyə deyir. 62-ni 16-lığa çevirəndə 62 10-luqdadır. 10-luqdan 16-lığa çevirəndə 62-ni biz bölməliyik nəyə? 16-lıq say sistemində də, yəni 16-ya. Bölürəm 16-ya. Buradan deməli düşür neçə? 4 dəfə olur. Deməli 4 dəfə altın 24, 4 çox eləyir 3 dəfə. 3 dəfə altın 18 bir yadda. 3 dəfə 1-in 3, bir də yadda 4. Düz eləyirmi? Aha, düz eləyir. 12-dən 8-ini 2 oradan 6, 4. Burada da qaldı 1-i 14. 14 də 16 say sistemində nə idi? Deməli E-dir. Yəni 3E olur burada. 3E. Buradan da aldım 3E 16-lıq say sistemində. Deməli bunları bax buradan nə aldım? Buradan. Buradan nə aldım? 8 yanında 3 dənə 0. Buradan nə aldım? 4 yanında 2 0. Buradan nə aldım? 3E 10. Bunları cəmləyirik. Bax 8 0 0 0 4 0 0 sonra 3E. Toplayıram 16-lıqda. 0-ın üstünə 0-ın üstünə E. Aha. 0-ın üstünə 0-ın üstünə 3-ün 3, bu da 4, bu da 8. Deməli 8, 4, 3, E. 8, 4, 3, E. B variantı. 40-cı suala baxaq. 40-da da bunu deyir ki, eyni qaydadır. Sadəcə 8-liyə çevir. Biz burada 16-lıq üçün 2 üstü 4 yazmışdıq. İndi biz burada 8-lik üçün 2 üstü 3 yazmalıyıq ki, 8 olsun. İndi bunu yenə bax 8 üstü 5-i 2 üstü nə gətirsəm 2 üstü 3 üstü 5. Bunun elə belə də qala bilər də, yəni 8-yə çevir və yaxud da promo çevir, sonra bir də çevir də, yəni onsuz da 8 eləyir bu. Belə də qalsa olar, yəni belə qalsa olar 8 üstü 5. Bax 8 üstü 5 belə qalsın. Çünki 8-liyə çevirəcəyik onsuz da. Elə belə qalsın, heç çevirmirəm. Bu 8 üstü 5 nə deməkdir? 1 yanda 5 dənə 0 deməkdir. 1, 2, 3, 4, 5. Belə deməkdir. Yəni bunu heç çevirməyə bir ehtiyac yoxdur. Çünki səpromoy 8-liyə deyir. Sonra keçirəm 32-ni çevirirəm. 32. Bu indi keçdik 8-liyə. 32-ni çevirəndə, üstü 2-ni çevirəndə 2 üstünə gətirirəm. 2 üstü 5, üstü 2. Bərabərdir 2 üstü 10 edir. Bərabərdir. Bunu 2 üstü 3-ə gətirirəm ki, neyniyəm? 8 olsun. 2 üstü 3. 3-ü nəyə vuranda 10-a yaxın bir şey eləyir? 3-ə vuranda. İndi bu 3-də 3-ün 9 eləyir. Neçə çatmır? 1 çatmır da. Ona görə vururam nəyə? 2 üstü 1-ə. Aha. Ki, deməli 2-ni vururam bunlara. Eləsin 2 üstü 10. Sonra indi baxıram 2 üstü 3 neçə eləyir? 8-dir. Bərabərdir. Bu 2 üstü 1 necə? 2. 2 vurulsun. 8 üstü 3. 8 üstü 3. Nə deməkdir? 2 yanında 3 dənə 0. 2 yanında 3 dənə 0 deməkdir. 8-liyə çevirdim bunu.
2 yanında 3 dənə 0. Üstdəki 3-ü də sıfırların sayıdır. Qabağında da 2 var. Bu bir və bu. Mənə bu lazım olacaq. Bu. Aha. Sonra keçdim nəyə? 62. Bu dəfə 62-ni 8-liyə çevirirəm. Və 16-ya bölmüşdüm. İndi də 62-ni 8-liyə çevirmək üçün 8-ə bölürəm. Deməli, buradan 7 dəfə düşür. Edir 56. 12-dən 6-sını deməli 6. Burada heç nə qalmır. 6. Vəssalam 76. 76. Deməli, sonra buradan da qaldı neçə? 76. 8-likdə. Bu da 8-likdə, bu da 8-likdə. Demək, bunları mən nə etməliyəm? Burada cəmləmə göstərir. Başlayıram. 1, neçə dənə 0 idi? 1, 2, 3, 4, 5, 6 dənə 0 idi. 2, 3, 4, 5, 6. Daha doğrusu 5 dənə 0 olmalıdır. 1, 2, 3, 4, 5 dənə 0. Birini artıq yazmışam burada. Aha, 5 dənə 0. Sonra burada 5 0. Sonra burada 2 dənə 2 yanında 3 0. 2 yanında 3 0. Bir də bu nədir? 76. Aha. Bunları da yenə cəmləyirəm. 6, 7, 0, 2, 0, 1. Hardadır bu ədəd? Baxın, deməli. Aha, A variantında. Belə. Sonra keçək indi 41-ci suala. 41-ci sualda da deməli, belə burada yer açın bir dəqiqə. Aha, baxaq. Demək, 1025 üstü 2-dir. Bax, burada. 1025-i mən 2-nin qüvvəti şəklində gətirmək üçün belə eləyəcəm da. 1024 üstü 1021 1024 üstəgəl 1 yaza bilərəm da mən. 1024 üstəgəl 1. Üstündə 2. Belə yaza bilərəm da. Eyni şey eləyir. İndi sonra mən bunu nə edirəm? 2 üstünə gətirəcəm. 2 üstü neçədir? 1024, 2 üstü 10-dur. 2 üstü 10 üstəgəl 1 üstü 2. Bu müxtəsər vurma düsturuna görə açacağıq. 2 üstü 10 üstü 2. Yəni A-nın kvadratı necə eləyirdi? 10-u 2-yə vuranda aha 20. Üstəgəl. Sonra 2 vurulsun deməli 2 üstü 10 vurulsun 1-ə. Yəni 2 üstü 1 deyək ki 2 vurulsun. 2 üstü 10 və vurulsun 1-ə. Üstəgəl müxtəsər vurmanı açırıq. 1-in kvadratı. Bax, burada necə eləyir? 2 üstü 20. Üstəgəl. Burada 2-lərin üstü toplanılır. 2 üstü 11. 1-ə vurulur elə 2 üstü 11. Üstəgəl 1-in kvadratı da 1. Belə aldıq. Aha. İndi bunu 16 say sistemində ifadə edin deyir. Bayaqları eyni qayda ilə necə ki hamısını ayrı-ayrı elədik. Bax, bunları sonra cəmlədik. İndi eyni qayda ilə ayrı-ayrı eləyib cəmləyəcəyik. 2 üstü 20-ni mən 16-lıq say sisteminə gətirmək üçün. Çünki birinci 2 üstü nə? 4-ü 16 eləməliyəm. 2 üstü 4. Deməli 20-ni, deməli 4-ü neçəyə vuranda 20 eləyir? 5-ə. 2 üstü 5. 2 üstü 4 üstü 5. Bu belə. İndi bunu mən necə yazıram? 2 üstü 4, 16 üstü 5. Nə deməkdir bu? 16 üstü 5, bir yanda 5 dənə 0. 1, 2, 3, 4, 5. Bu belə. Bax, 2 üstü 20, 16 say sisteminə çevriləndə belə oldu. 2 üstü 11-ə baxıram. 2 üstü 11-də. 11. Bunu da 16-lığa çevirəndə, yenə bax 2 üstü 11-i 2 üstü 4 kimi gətirirəm 4-ə. 4-ü neçəyə vuranda 11-ə yaxın eləyir? 2-yə vuranda. Deməli 2 dənə də 4-ün 8 eləyir. İndi burada 11 olmalıdır axı. 8-i 11-ə tamamlamaq üçün neçə lazımdır mənə? 2 üstündə neçə? 3 deməli. 3 lazımdır. Ona görə 3 yazıram. 2 üstü 3. Bu da 2 üstü 3 neçə eləyir? 8 eləyir. 8 vurulsun. 2 üstü 4 neçə? 16. Üstündə neçə? 2. Demək, bu nə idi? 8 yanında 2 dənə 0. 16 say sistemində. 8 yanında 2 dənə 0. Aha, bax, bir bu lazımdır mənə. Bir də bu. Və axırda da nə var idi? 1 var idi. Üzərinə də elə bir bütün say sistemlərində onsuz da 1-dir. Üzərinə də 1 gələcək. Buradan bir dəqiqə yer açım. Bax, buradan eləyəcəm.
Qırmızı ilə yazım ayrılsın. Deməli, mənə nə lazımdır? 1, yanında 5 dənə 0. 1, yanında 5 dənə 0. Sonra ikincisi 8, yanında 2 dənə 0. Bir də 1. Toplayıram. Burada hamısını toplamalıyıq. Hani burada parçalamışdıq bir dəqiqə. Buradan ayrı. Bizə lazım olan bax bu tərəfdir. Yəni bizim yazdığımız budur. Burada biz parçalamışdıq. Deməli 2 üstü 20, 2 üstü 11, bir də 1 var idi. Və həmin onları çevirdim və toplayıram. 1, 0, 8, 0, 0, 1. Deməli, hansı oldu? B variantı. Yeni bir vərəq atım. Keçək 42-yə. Deməli, 42-dən 66 üstü 2 yazın. Onluq say sistemində verilmiş bu ədədi 16-lıq say sisteminə çevir. Belə baxıb, yəni deyəsiz ki, 66 2-nin qüvvəti deyil. Bayaq 1025 elədiyimiz kimi. 64 yaxındır buna 64. Yəni 64-ün üstünə neçəni gəldi? 62, 66 eləyir. 2-nin gəlindi. 64 üstə gəl 2, üzərində 2. 2-nin qüvvəti kimi yazıram 64-ü. 2 üstü 6. Üstə gəl 2 və üstü 2. Yenə müxtəsər vurmadı üstlərinə kimi görə açıram. 2 üstü 6, yəni A-nın kvadratı, E6. 6 vurulsun 2 daha doğrusu. Bax, 2 üstü 6-nı vururam 2-yə. Neçə eləyir? 12. Bir dəqiqə bunu sileyim. 12. A-nın kvadratı 2 üstü 6-nın kvadratı. O da eləyir 2 üstü 12. Üstə gəl 2 vurulsun A, vurulsun B. Yəni 2-ni vururam nəyə? 2 üstü 6-ya, vururam 2-yə. Yəni bunların da üstü onsuz da 1-dir. Üstə gəl 2-nin kvadratı. 2-nin kvadratı. Bərabərdir. Burada 2 üstü 12. Üstə gəl. Üstlərini toplayıram. 6, 7, 8. 2 üstü 8. Üstə gəl 2 üstü 2. Bizdən nəyisə 16-lıqda deyir. Yaxşı. İndi bunları mən bir-bir 16-lığa çevirim və toplayım. 2 üstü 12-ni 16-lığa çevirəndə. Necə edirdik? 2 üstünü 2 üstü 4 yazırdım. 2 üstü 4. 4-ü neçəyə vuranda 12 eləyir? 3-ə. Vəssalam. 2 üstü 4 neçə eləyir? 16. 16 üstü 3. Yəni burada elə bir ki, qabağında 1-dir da. 1 vuraq, 16 üstü 3. Ona görə də nə olacaq? 1 yanında 3 dənə 0. Bu 16-lığa çevrildi. Birinci hesabım budur. İkinciyə baxıram. 2 üstü 8. 2 üstü 8-i 16-ya. Bunu da 2 üstü 4 yazsam. 4-ü neçəyə vuranda 8 eləyir? 2-yə. 2 üstü 4 neçə eləyir? 16. 16-ın üstünə nə yazacam? 2. 1 vurulsun 16 üstü 2-dir. Demək ki, 1 yanında 2 dənə 0-dır. Bu da 16-lıqda. Keçirəm indi 2 üstü 2-yə. 2 üstü 2-ni. 2 üstü 2 neçə eləyir? 4 eləyir. Onsuz da o 4 16 say sistemində var. Yəni 4 elə 16 say sistemində olduğu üçün da onu çevirmirəm. Demək, üzərinə də elə 4 gəlir. Baxıram bura. 1, 0, 0, 0. Sonra üstə gəl 1, 0, 0 və 2 üstü 2 də 4 eləyir. 4-ü də bura yazıram. 2 üstü 2 elə ki, bax 1 yanında 2 dənə 0-dır. Bunu da 16-lığa çevirəndə 0 qoysam yanına 1, 2, 4, deməli 8. Bu da onsuz da eləyir 4. Yəni belə də başa düşmədisə, belə də izah elədim ki, dəqiq anlayasınız ki, niyə 4 yazdım. Yaxşı. Buradan gəlirəm 4, 0, 1, bir də 1. Demək, harada oldu? 1, 1, 0, 4 C variantı. Yaxşı. Buranı silək. Yer tutmasın. Keçək 43-ə. Deyək, tənliyi həll edin. Buradan ikisi tapmalıyıq ki, ikisi hansı qiymətdir? Baxaq. 32 8-lik say sistemindədir. Bu da onluq say sistemindədir. Mən bunları deməli onluq say, daha doğrusu 5-lik say sistemində. Mən bunları onluq say sisteminə keçirməliyəm. Bu neçə idi? 42 idi. Bu da 43. İndi baxaq. 32 8-likdə üstə gəl 2, üstə gəl 214 5-likdə. Daha doğrusu bərabərdir. Çevirirəm bunu açıq yazılışla. 3 vurulsun 8 üstü 1. Yəni 3-dən 8-ini eləyir neçə? 24.
Bu 24. Üstəgəl 2 vurulsun 8 üstə 0 ilə 2-dir. 24 üstəgəl 2. Üstəgəl x olduğu kimi qalır. Bərabərdir. 0, 1, 2 yazsam. 2 vurulsun 5 üstə 2. 5'in kvadratı 25'dir. 25'i de 2'ye 50. Üstəgəl 1 vurulsun 5 üstü 1, 5. Üstəgəl 4 vurulsun 5 üstü 0, 4. Buradan deməli 24'ün üstünə burada 26 edir. 26 üstəgəl 2 bərabərdir 55, 59. X də bərabərdir 59'dan 26'sını çıxırıq. X bərabərdir neçə? 3, 3, 33. Neçə elədi? Hardasa səhv elədim. Hə, deyir ki 16 say sistemində ifadə edin. İndi mən bunu onluğa çevirdim. Deməli 33 onluqdur. İndi mən bunu 16-lığa çevirməliyəm. Bunların hamısını 16-lığa çevirməliyəm. Uzun getdi əslində. Bir dəqiqə bunları silim. 16-lığa diqqət eləməmişdim. Elə bildim elə ikisi soruşur. Bir dəqiqə. Yox, əslində elə bunu elə 16-lığa çevirməliyik. Yox, elə düz getmişəm. Hə, 16-lığa çevirməliyəm. İndi 33 almışdıq onsuz da buradan, aşağıdan. Hə, bunu da elə 33'ü də nə edirəm? 16-lığa çevirirəm. Yəni onluqdadır onsuz da bunu 16-lığa çevirirəm. 33'ü böldürəm nəyə? 16'ya. Buradan düşür 2, 32, 1 və sonra da 21. Məsələn, burada D variantıdır. Sonra burada 44'ə baxaq indi. 44'də deyil cüt ədədləri müəyyən edin. Yəni bu da hansı cütdür? Onları necə təyin eləmək olar? İndi baxaq. Demək 44-cü sualda cüt ədədləri müəyyən edin deyir. Burada demək çevirib onluğa da müəyyən etmək olar. Onluqda üstlükdən onluğa, ikilikdən onluğa hamısını çevirib bir-bir eləmək olar. Yəni kimə hansı rahatda eləyər. Və yaxud da belə bir qayda var. Hansı ki cüt əsaslıdır. O cüt əsaslı sonu da cütdürsə, o cütdür. Məsələn, cüt əsaslı sonu təhdir. Ona görə bu deməli təhdir. Burada baxıram. Cüt əsaslı sonu cütdür. Aha, bax bu cütdür. Sonra bura baxıram. Cüt əsaslı amma sonu təhdir. Bu deyil. Baxıram ki bunlar bu məsəl üçün cüt əsaslı sonu cütdür. Ona görə də bunu götürürük. Tək əsaslılara da baxıram. Rəqəmlərini toplayıram. Rəqəmləri əgər cütdürsə, cütdür. Birin üstünə birin 2 cütdür. Birin üstünə birin 2 cütdür. Deməli 1, 2, 3, 5. Y variantı. Onluq say sistemində rəqəmləri fərqli olan ən böyük rəqəmli ədədlə ən kiçik rəqəmli ədədin fərqini. Onluq say sistemində deyir. Onluq say sistemində ən böyük 2 rəqəmli də rəqəmləri fərqli olan 98-dir. 98. Ən kiçik rəqəmli ədəd də demir rəqəmləri fərqlidir. Ən kiçik rəqəmli ədəd elə 10'dur da, yəni. 10'dur. Fərqini deyir ta. 98'dən 88. Yəni nə əlaqə? Yaxşıdır. 46. 654 onluq ədədi ikilik say sistemində ifadə edir. 654 ədədi deməli mən sizə demişdim ki, bu gün izah eləmişdim. Deməli burada 2'nin qüvvətlərindən də istifadə edib yaza bilərsiniz və ya 2'yə bölərsiniz. 2'yə böləndə daha uzun olur. Biz elə 2'nin qüvvətlərini hesablasaq, məsələn 654 512 deməli qüvvətinə yaxındır 2'nin. 512 də 2 üstü 9'dur. Deyək ki 2 üstü 9. 2 üstü 9 nə deməkdir? 1 yanında 9 dənə 0'dır da. Mən yazıram 1 yanında 9 dənə 0. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu deməli 512'dir. Bax bu 512'dir. İndi 654 mənə lazımdır. 512'nin üstünə neçə gələndə 654'dir. 512'dən qabaq 256'dır. Bax burada, bura 256'dır. Amma mən 256 gəlsəm, demək çox eləyir da. Bir dəqiqə, çox eləyir. Ona görə 256, yəni bu 0'dır. Amma burada 128 var. Demək 128 eləyə bilərəm da 1. Bax bu 1 ola bilər. 1. 512'nin üstünə 128'in gələndə demək neçə eləyir? 630, 40. 640 elədi. Bax bu. İndi mənə 640'dır. Burada neçə qalıb? 14 qalıb. 14'ü eləmək üçün mənə nə lazımdır? Bax, üstlərində yazıram. Elə bunları düzdür altda yazdım buna görə. Amma üstlərində qırmızı ilə yazdım. Bax 1,
2, 4, 8, 16, 32, 64, 128, 256, 512. Aha. Deməli, bura 1-dir. Hə, 128, bu da 1-dir. Bunlar elədi toplayanda 600, deməli, 30, 40, 640 elədi. Bununla bu. İndi mən 654 eləməliyəm. Yəni 14 əlavə eləməliyəm. Baxıram, bunlar olmaz. Amma bunlardan eləyə bilərəm. Bax, 8 ilə 4 neçə eləyir? 12. Bir dənə də 2 gəlsəm 14. Yəni, bax, bunlar da. Elə bax, 1, 0, 1, 0, 0, 0, 3 dənə. Sonra bu 1, bu 3 dənə 1, aha, bir də 0. Və belə olur. Yəni, bölsəydim də əgər, belə olacaqdı. Cavab hansındadır? Deməli, bunda, D variantındadır. Əgər, məsələn də, deyək ki, götürüb bölsəydim 654-ü, elə yenə eyni cavab alacaqdım. Deyək ki, bölək 2-yə neçə eləyir? 320, deməli, 7. 327. 0 qalır. Sonra 327-ni bölürəm 2-yə. Deməli, qalır 150, 160, 163, 163, 1 qalır. 163-ü bölürəm 2-yə. Deməli, 81, 81, 1 qalır. 81-i bölürəm 2-yə. 40, 1 qalır. 40-ı bölürəm 2-yə. 20, 0. 20-ni bölürəm 2-yə. 10, 0. 10-u bölürəm 2-yə. 5, 0. 5-i bölürəm 2-yə. 2, 1 qalır. 2-ni bölürəm 2-yə. 1, 0 qalır. 1-i bölürəm 2-yə. 0, 1 qalır. Bunları belə buradan yuxarıya yazsam. 1, 0, 1, 3 dənə 0, 3 dənə 1 və axırda 0. Demək, eyni cavab aldı, gördünüz. Daha bunu belə böldüyünüzə, yəni ola bilər səhv eləyərsə hesablamada belə çox deməli uzun çəkir. Belə 2-nin qüvvətləri şəklində yazsaz daha rahat olar sizin üçün. Demək, 46 da budur. 47-yə baxaq. 276 onluq ədədin 8-lik say sistemində ifadə edilən 8-ə böləcəyik heç nə də. Bunun başqa yolu yoxdur. Deməli, 8-liyə çevirmək üçün bunu başqa yolları əslində var. Sadəcə, yəni, belə deyək də, belə öyrənirsiniz, belə daha rahat olur sizin üçün. 276. Aha. Onluq say sistemində. Bunu 8-liyə çevirmək üçün, bax, bu 2-nin qüvvətlərindən də istifadə edib, belə 2-liyə çevirib, 300 bölərək 8-liyə çevirmək olar. Yəni, elə də eləyə bilərsiniz. Məsələn, 256-dır deyək ki, bayaq dediyim qayda ilə. Və yaxud da bunu belə böləcəyik 8-ə. Az olduğu üçün, hə, bölə bilərik. Bölək 8-ə, demək, burada neçə düşür? 3 düşür, 24, 3 qalır, 36, 36-nı da 8-ə. 4, 32, 4 qalır. 34-ü 8-ə. 4, 32, 2 qalır. Məsələn, 424. Bu da A variantı. 48. 48-ci sualda 4100 ədədi onluq say sistemində ifadə edilmişdir. Hə, 4100-dür. Bu ədədi 8-lik say sistemində ifadə edən. Yenə burada eyni qayda ilə, yəni bölərək yerinə yetirəcəyik. 8-ə bölərək. Yaxşı, 4100. 4100 ədədini 8-ə bölürük. Deməli, 5 dəfə 41, 0, onu 1 dəfə 8, 2, 0 gəlir, 20-ni 8-ə 2 dəfə 16, 4. Aha, bir qalığım 4. 512-ni 8-ə, buradan deməli 6 dəfə 48, birdən 8-ini 3, 32, 4, 32, 0, 64-ü 8-ə 8, 64, 0, 8-i 8-ə 1, 8,
0, 1, 0, 0, 0. Axırda da 4. 1, 0, 0, 0 və 4. O da D variantıdır. Sonra 49'a baxaq. 49'da da bu ədədi 8'lik və həm 8'liyi, həm də 16'lığa çevirməliyik. Qoy yeni bir səhifə açım. 8400 onluq ədəddə 16'lığa, bir də 8'liyə. 8'liyə bölürəm. Deməli buradan düşür. Bir dəfə 8, 10 dəfə deyək 80, 4, 40, 5 dəfə 40, 0 gəlir bura. 0 deyək. 0. 0 elə. Sonra buradan gəlir. Deməli bölürəm 8-ə. 8-ə böləndə demək nə düşür? 1, 8, 2, 5, 3 dəfə 24, 1. Gəldi 0 düşür. 1, 8, 2 qalır. Sonra buradan 8'ə 1, 8, 5, 1. Deməli 6 dəfə 48, 3. Bu da 1 qalıq. 16'nın 8'ə 2, 16, 0. Belə 2, 0, 3, 2, 0, 2, 0, 3, 2, 0. Baxaq varmı? 2, 0, 3, 2, 0. Aha, budur, var. A variantında. Başka vardı. Vardı. B variantında da var. Buna görə birini çevirməliyik. 16'lığa da çevirməliyik. 8400 bölünsün 16. Deməli 84'ü 16'ya. 6 dəfə. 6. Yox. 5 dəfə. Şurada 5 dəfə. Aha, 80. Buradan 4 qalır, 0 gəlir. Yenə 5 düşür, 40, 0 qalır. Burada 0 gəlir. 550'ni 16'ya deməli 4 dəfə 6'nı 24'cə 4'də 24. Yox, çox edir 3 dəfə. 3 dəfə 48 edir. 15'dən 8, 7, 0 gəlir. 70'i deməli 4 dəfə 6, 64. Buradan 6 qalır. Aha, bir qalığım bu, bir qalığım bu. Sonra düz gedirəmmi? Baxın. Neçə oldu? 34. 34'ü 16'ya 2, 32. Aha, 2 qalır. Nəsə bir səhvlik oldu bu dəqiqə. Hə, burada deməli hesablama səhv eləmişdim bu hissələrdə. 525 16'ya böləndə deməli neçə düşür? 4 dəfə düşsə, yox çox eləyir 3 dəfə 48. 12'dən 8'ini 4, 5 gəlir. 45 16'ya 3 dəfə çox eləyir 2 dəfə 32. Buradan qalır 3, 13. 13 də D kimi göstərilir. 32 16'ya böləndə 2 dəfə deməli aha 32 0. Deməli 2 0 13 də D, bir də 0. 2 0 D 0. 2 0 D 0. Bu da A variantında. 50-cidə ən böyük ədədi müəyyən edin. Burada sayaraq hamısı eynidir saysaq. Başdan baxıram hansı 1'dirsə,
Deməli, birləri sayıram. Məsələn, bax bu 1-dir, 1-dir hamısı. Bundan sonra ikincisi 0 olanları çıxıram, ikincisi 0 olanlar. Sonra baxıram, üçüncüsü 0 olanları çıxıram, üçüncüsü 0 olanları və yerdə qalır Y variantı. Bu qədər.